Salam əziz və dəyərli izləyicilərim. Hal-hazırda soyuqlar başlayıb, çoxlu infeksiyalar gəzir və qızdırmalar artıb. İndi körpə uşaqlar üçün qızdırmanı necə salmaq olar və qızdırma nəyə görə qalxır, o haqqda danışacağım. Çox ciddi şəkildə xahiş edirəm ki, diqqətlə qulaq asın və bu videonu paylaşın ki, bütün analara getsin əziz izləyicilərim. Dəyərli analar, deməli qızdırma varsa, bu bədənin özünün bir əlamətidir ki, demək ki, bədən infeksiya ilə mübarizə, virusla mübarizə aparmağa başladı. Əslində temperaturun, yəni qızdırmanın qalxması qorxulu deyil, amma bu bəzi anaları qorxudur, düzdür. Tez həmən həkim çağırılmalıdır ki, pis nəticələr verməsin. Həkimi çağırana qədər isə tez həkim gələnə qədər tez özünüz kömək etməlisiniz ki, uşağın qızdırması aşağı düşsün. Mən bu zaman həkim gələnə qədər həkimin məsləhəti olmadan heç bir dərmanı məsləhət bilmərəm. Mən də vaxtilə uşaqlarıma dərman o dəqiqə verməmişəm. Mən Allah elə bir vergi vermişdi ki, mən əlimlə inanın ki, uşağa baxan kimi, ağzımla hətta baxan kimi bilirdim uşağın temperaturu nə qədərdir. Dərəcəsinə kimi deyirdim. Sonra termometri qoyub evdəkilər inanmırdılar. Görürdülər ki, doğrudan da neçə dərəcə demişəmsə odur. Yəni ki, biraz diqqətli olun mənim əzizlərim. Mən sizlərdən xahiş edirəm ki, həmən anda uşaqlarınıza yeməyi məcbur etməyin. Bir də onu deyim ki, ən birinci temperaturanın, qızdırmanın olmasının səbəbləri nədir? İnfeksiyalar ola bilər, boğaz gəlmələri ola bilər, soyuq dəymə ola bilər, diş çıxarma prosesində ola bilər, infeksiya dediyim kimi yoluxmuş ola bilər və bəzən privivkalar eləyəndə onda da görürsünüz ki, peyvənd olunanda uşaqlarda qızdırma ola bilər. Yəni cürbəcür səbəbləri var, daha təhlükəli səbəbləri də var. Yəni bunu sizə Allah göstərməsin, həkiminiz deyəcək. Mənim əzizlərim, dediyim kimi yeməyi zor eləmirsiniz, amma çox xahiş edirəm. Suyu mütləqdir ki, uşağın həyatına əlavə edirsiniz. Ələlxüsus qızdırmalı vaxtlarda. Su necə su içməlidir uşaq? Qızdırmalı vaxtlarda otaq temperaturunda. Nə soyuq olmamalıdır, nə isti olmamalıdır. Otaq temperaturunda verməlisiniz ki, uşağın içəridə də olan qızdırması düşsün. Və nələr olmaz o haqqda da deyəcəm sizə qətiyyən ki, bunlar qəti qadağandır, onlar haqqında da deyəcəm. Yəni diqqətli qulaq asın. Mənim əzizlərim, əgər süd əmən uşaqlardırsa, ana sütü ilə qidalanan uşaqlardırsa, onlara su verməyə ehtiyac yoxdur. Yəni 3 ay ərzində su verməyə ehtiyac yoxdur. Amma tez-tez ana sütünü verməlisiniz. Amma qalan uşaqlara mütləqdir ki, suyu verəsiniz. Çünki bu dəhşətli, təhlükəli bir vəziyyət o zaman qalar ki, orqanizm dehidratasiya deyilən bir, yəni bədənin susuz qalmasına məruz qalar. Bax, o zaman çox təhlükəlidir. Ona görə suyu sizə ciddi şəkildə həkim gələnə qədər eləyirsiniz. Bir də ən böyük səhvlərə yol verirsiniz. Spirtlə, araqla ovxalamaq. Mənim əzizlərim, bu zaman damarlar daralır, daha da çox qızdırmanı qaldırıb Allah göstərməsin uşaqları insult vura bilər. Qətiyyən araqla ovxalamaq olmaz. Qızdırmalı vəziyyətdə yod kletkası eləmək olmaz. Qızdırma düşəndən sonra yod kletkası eləmək olar. Ayağının altına, sinəsinə, kürəyinə. Amma qızdırma düşəndən sonra. Həqiqətən bunlar çox təhlükəlidir. Çox xahiş edirəm, bunlara yol verməyin. İsti su verməyin, qaynar çay verməyin. Uşağın əynini çox qalın geyindirməyin. Pambıq materialda çox qalın olmayan geyim geyindirin. Çünki onlar da qızdırma verib uşağa daha da titrətmələrə gətirib çıxarda bilər. Dediyim kimi, çox pis vəziyyətlərə gətirib çıxarda bilərsiniz. Yəni, bunlar təhlükə saçır. Diqqətli olub bunları eləmirsiniz. Bir də mən öz uşaqlarımda çox istifadə eləmişəm qızdırmanın düşməsi üçün. Həkim gələnə qədər, təkrar edirəm. Həkim gələnə qədər istər balaca uşaq, istər böyük uşaq. Baxın, soyuq su demirəm. Sərin su ilə əskini isladırsınız, sıxırsınız, çox sulu olmasın, nə də quru olmasın. Uşağın alnına qoyursunuz. Əllərin için silirsiniz, ayağının altını silirsiniz ki, uşaq sərinləsin. Qətiyyən çox eşitmişəm soyuq suya uşağı soxmaq. Eləməyin mənim əzizlərim. Dediyim kimi, bu zaman damarlar daralır və daha da qızdırmanı qaldırıb, daha da pis nəticələrə gətirib çıxarda bilərsiniz. Və mən nələrdən istifadə eləmişəm? Bax, o dediyim kimi, sərin su ilə silmişəm uşaqlarım körpə olanda. Mən sirkə düzəldirdim, üzüm sirkəsi, aspirin içinə əlavə edirdim, amma allergiyası olanlara olmaz, körpələrə olmaz. Həkiminizə məsləhət etməmiş olmaz. Burada uşağın nəbzində yoxluyursunuz. Əgər allergiya vermirsə, uşaq qızdırmalı olanda həmən o üzüm sirkəsi ilə bir dənə aspirini, balaca bu qədər şüşədə aspirini tökürsünüz, bir dənə aspirini və bükük yerlərini, dirsəyini, ayağının altını, ayağının dalını, budunu, qulağının dibini təkrar edirəm ha. Əgər allergiyası yoxdursa körpə uşaqların üz tərəfinə eləmirsiniz, çünki iyi uşağa pis təsir eləyə bilər. Və istəsəniz həkiminizdən soruşarsınız sonra. Mən
mən bunlardan istifadə eləmişəm və limon sıxırsınız uşağın pambıq naskısına. Təkrar edirəm, əgər uşağın allergiyası yoxdursa sitruslara, limonu sıxıb uşağın pambıq naskısına geyindirə bilərsiniz yaşından fərqli olmayaraq. Həkim gələnə qədər uşağın qızdırması həmən düşəcək. Mənim əzizlərim, ciddi şəkildə uşağınızın sağlamlığına fikir verin. Çöldən gələn kimi əllərini yuyun ki, o infeksiyalı şeylərə əlini vurursa həmən bakteriya uşağa keçməsin. Evdə qripsinizsə, xəstələnmisinizsə tez evə hər yerinə soğan doğrayın, sarımsaq doğrayın, qoyun. Mən məsələn uşağımın nyankası öyrətmişdi burada Rusiyada, Rus babuşka. Kinder qabını deşin, içinə sarımsağı doğrayın, boğazından sep kimi asın. O qoymayacaq ki, uşaq infeksiyanı uda bilsin. Yəni mən eləmişəm. Siz əgər ilgənirsinizsə evinizdən ay il gələr, nə gəlsin? Əsas uşağın sağlamlığıdır. Mənim əzizlərim, bir də onu deyim ki, əgər Məryəm xanımın başqa bütün qızıl qaydalarını öyrənmək istəyirsiniz, sağlam həyat tərzi sürmək istəyirsinizsə, Məryəm xanımın sağlamlıq ordusuna qoşulmaq istəyirsinizsə, yəni bir mütəxəssis olaraq desəniz ki, Məryəm xanım, sizi niyə bu qədər sevənlər var? Girin TikTok səhifəmdə minlərlə, milyonlarla yazılan duaları oxuya bilərsiniz. YouTube səhifəmdə də. Və bu şahid olursunuz ki, onda necə xalqım məni sevir. Nəyə görə? Çünki mən bir dietoloq, nutritsoloq, mütəxəssis olaraq mən heç kimi qrupuma əlavə eləyəndə siyana çayı, aclıq otu, dəvə gözü, maqni sulfat tuzu, qara kömür qoymuram içməyə. Qadağandır. Çünki bilirəm ki, bağırsağınızın mikroflorasını pozur, selikli dışasını zədələyir. İllərin qəbizliyindən azad olursunuz qrupuma girəndə. Böyük qarından azad olursunuz, amma mən sizə heç nə satmıram. Nə arıqlama çayı, nə arıqlama kofisi. Çünki onlar dəhşət saçır, əzizlərim. Və xanımlar, sizə gözəllik sirlərimi həmən göndərirəm, qızıl qaydalarımı göndərirəm, bütün sirlərimi bölüşürəm. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Bircə dəfə 20 manat ödəyirsiniz. Düz eşitdiniz, ili 20 manatdır. Yəni, yeganə dietoloqam ki, hər ay pul ödənilmir və heç bir dərman vasitəsindən istifadə olunmur, heç nə də satmıram. Amma nömrəmi düzgün yazmalısınız ki, tapa biləsiniz WhatsApp nömrəmi. Rusiyada yaşadığım üçün Rusiyanın WhatsApp nömrəsidir. Necə tələffüz edirəmsə, o cürə yaddaşa salın. Təbii ki, istəyirsinizsə, siz də gözəl məsləhətlərimdən yararlanasınız. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.